Qalxanvari vəzin düyünlərində artıq müalicə taktikası tam dəyişilib. Əvvəl yəni müalicə taktikası tam fərqli idisə, indi artıq yəni izləməyə daha çox önəm verilir. Yəni artıq əməliyyatlardan qaçmağa çalışılır. Yəni hər xəstəni əməliyyat etmiş, amma əvvəlki məsələn 15-20 il əvvəlki təbabətdə isə yəni müəyyən bir düyünlər təhlükəli sayıldığı üçün həmin xəstələri yönləndirirlər cərrahiyə. Artıq amma bizim əlimizdə olan müayinə üsulları, ultrasəs müayinəsi, elastoqrafiyadır. Elastoqrafiyanın artıq tipləri var. Yəni kompression elastoqrafiya var, şeyvi, dalğa, zərbə dalğa, belə deyək, dalğa elastoqrafiyası var ki, artıq o müayinə üsulları bizə düyünün sərtliyi haqqında yetərcə məlumat verir və bəzi hallarda heç biz o düyünləri biopsiya da etmirik. Çünki sərt düyünlərdən biopsiya etmək lazımdır. Yəni o müayinə üsullarını tətbiqindən sonra artıq bizim biopsiya sayımızda da yəni azalma var. Məsələn, əvvəl ultrasəs müayinəsindəki hər hansı bir göstəriciyə uyğun olaraq biz biopsiya edirdik ki, artıq elastoqrafiya bizim köməyimizə çatıb. Elastoqrafiya nəticəsində müəyyən edir ki, məsələn, bu düyün sərt deyil, ehtiyac yoxdur buna biopsiya. Və yaxud elastoqrafiya bizi nəyə təyin etməyə imkan verir? Yəni düyünün sərt hissəsindən, yəni sərt hissəsindən götürək biopsiya. Bu da bizim biopsiyanın bəli nöqtə atışı, yəni hədəf nöqtəsi seçilir və hədəf nöqtəsindən biopsiya götürülür. Ki bu düyündə problem varsa belə bu hissəsində ola bilər. Götürür. Və bu da bizim informasiyanın, yəni biopsiyanın nəticəsinin həssaslığını yüksəldir. Yəni bu daha doğru belə sübuta dayanıqlı bir təbabətdir və müalicə üsulları da fərqlidir. Əvvəl yəni məsələn kistalarda əvvəl daha çox yəni həcminə görə göndərirlər ki, əməliyyat olunsun. Artıq əməliyyata ehtiyac yoxdur. Kistalarda bizim yanaşmamız tək bizim yoxdur. Yəni bütün dünyada artıq qəbul olunmuş skleroterapiya var ki, skleroterapiya nəticələri çox yaxşıdır. Yəni bəzi hallarda olur ki, mən öz xəstələrimə də deyirəm ki, məsələn 5 sm bir düyündür, 4 sm və yaxud 6 sm düyündür, hansı xəstənin boğulma, sıxılma əlamətlərindən bizə müraciət edir və buna kist olduğunu təsdiq etdikdən sonra müayinə edib və müayinəni çəkdikdən sonra biz ora etanol spirti yerdiririk və oradan xüsusi etaplı skleroterapiya deyən bir müalicə üsulumuz var, onu tətbiq edirik. Və burada da məqsəd odur ki, düyünün həzmini azaldaq və yenidən yəni əmələ gəlməsin və xəstə əməliyyatdan azad olsun. Yəni Lord elə desə dondurursun. Dondururuq, bəli. Yəni bu çox yaxşı nəticələr verir. Yəni bəzi hallarda olur ki, xəstə bir etap yox, ikinci etapa da ehtiyacı olur. Yəni yenə də deyirik ki, biz yəni həkimlə xəstə münasibəti qurduqdan sonra ki, xəstəyə tam anlatılırsa, xəstə də normal qarşılayır. Yəni bizim məqsədimiz də odur ki, yəni sənin qalxanvari vəznini saxlayaq. Yəni bu çünki orqanizmin dirijorudur bütün endokrin vəzləri. Biz istəmirik ki, yəni sənin bu qalxanvari vəzi xaric etdikdən sonra dərmanın asılı bir vəziyyətə düşəsən. Yəni bu göstərişlər var ki, hansı göstərişlər əsasında əməliyyat olunur. Və əməliyyat etdiyimiz xəstələr bəs hansıdır? Bəzən görsən bizə də müraciət edir ki, doktor, bəs bu qədər xəstələrdə isə əməliyyat etmirsən, amma sən özün də hər gün əməliyyat edirsən. Bəli, bizim əməliyyat etdiyimiz xəstələr ciddi xəstəliklərdir. Məsələn, bu gün mən bir əməliyyat etmişəm. Xəstə bir həftə öncə bizə zəng etmişdi ki, bəs daha doğrusu xəstənin qız övladıdır ki, bəs anam boğulur, artıq yata bilmir, 2-3 gündür mən gecə evə təcili yardım çağırırım və xəstə bir həftə öncə gəldi bizim müayinəmizə. Müayinədə biz müəyyən etdik ki, bunun boğazında 6 sm ölçüdə və nəfəs borusunda kompressiyadan bir törəmə var. Və törəməni biopsiya etdik, biopsiya nəticəsi də yəni xoş gəldiyi üçün artıq əməliyyat qərarı verildi və bu gün əməliyyat etdik. Yəni əməliyyat da çox yəni uğurla nəticələndi. Yəni biz bəli, bu kimi xəstəliklərin əməliyyata götürürük. Bir. Sonra məsələn biopsiya edirik, şübhəli düyün varsa. Şübhəli düyünlə isə yəni görürük ki, bunun bədxasəli ehtimalı yüksəkdirsə, o xəstələri əməliyyat edirik. Və yaxud qalxanvari vəzin zəhərli zob xəstəlikləri var ki, hansı ki, onlar endokrinoloq tərəfindən müalicələr aparılır. Bəzi hallarda yəni aparılan müalicəyə effekt vermir və yaxud dərmanın əlavə təsirləri üzə çıxır. Yəni qaraciyər, çünki bu verilən tirostatik dərmanların əlavə təsirləri çoxdur və o zaman yəni xəstə endokrinoloq tərəfindən bizə yönləndirilir ki, doktor artıq cərrahi əməliyyat olunmalıdır. Və bir də Hashimoto xəstələri. Məsələn, Hashimoto xəstələrinin diffuz düyünlü formaları var. Həqiqətən böyük bir həcmdə olur ölçüləri və xəstəni də boğur, sıxır, bu kimi əlamətlər varsa və o zaman o xəstəni əməliyyat edirik. Yəni bizim də yəni cərrahi əməliyyat edəcəyimiz üçün xüsusi göstərişlər olmalıdır. Və yaxud hal-hazırda isə bizim yəni dünyada bu endokrin cərrahiyyədə artıq yeni bir yöntəm üzə çıxıb. Buna deyilir mini-invaziv üsullardan biri lazer ablasiya və mikrodalğa ablasiya. Yəni bütün dünyada bu müalicə üsulları geniş vüsət alır və Azərbaycanda da biz çox tətbiq edirik. Bunun da nəticələri çox ürəkaçandır, çox rahat bir, yəni xəstə də tolera olur. Nə mənada? Çünki prosedur həyat keyfiyyəti. Bəli, xəstənin bəli. Prosedur əməliyyatın olur. psixoloji travması, fiziki travması. Kəsiyi olmur, narkoz almır xəstə.
xəstələrlə danışa-danışa əməliyyat icra olunur və xəstə stasionarda qalmır, 2 saat sonra evə çıxır gedir. Yəni bu üstün cəhəti budur. Düzdür, burada düyünün həcminin şişirilməsi müəyyən bir zaman tələb edir. Məsələn, ilk nəticəmiz yəni 1 aydan sonra başlayır və 3-6 ay isə normal bir nəticə əldə edirik və bu yaxında bir xəstə var, müəllimə idi. Yəni xəstə bizə müraciət etmişdi. Xəstə, daha doğrusu müəllimədə həmən pasiyentimiz ki, bəs mən istəmirəm ki, qəti əməliyyat istəmirəm. Çox saylı bir düyünlərdir, amma düyünün biri çox böyükdür. Bunu narahat edirdi. Və xəstəyə qərar verdi ki, bəs açıq cərrahi əməliyyat istəmirsənsə, bu mikrodalğa ablasiyanı edək və razılaşdı pasiyentimiz. Bəlkə də indi də bizi dinləyir həmən pasiyent və nə müşahidə etdi. Amma mən yenə də, yəni bu prosedurun göstəriş və əks göstəriş haqqında məlumat verdim ki, yəni bunun effekti az ola bilər də. Yəni tək düyün olanda çox yaxşı effekt olur. Amma çox düyün olanda, bəli, yox, xəstə özünə, yəni arxayındır ki, doktor, sən ed mənə bu müalicə üsulunu. Mən bilirəm ki, mənim orqanizmim buna çox yaxşı reaksiya. Bəli. Və xəstə 1 aydan sonra gəldi, əvvəlki ölçünün hardasa 30%-nə qədər kiçilmişdi. İndi son 2 gün əvvəl həmən xəstəni müayinə etdim, təkcə 3 aydan sonraki prosedurda. Artıq əvvəlki həcmdən yəni 3 aydan sonraki 50% və pasiyent də çox razı qalır. Deyir, doktor, vəzim yerində, dərmana ehtiyac yoxdur. O sıxılma əlamətlərində gedir. Səsdə də problem yaranmışdı. Çünki səsi də yəni qayıdan qırtlaq sinirində müəyyən dərəcədə baskı verdiyi üçün, yəni o əlamətlər də aradan götürülür və xəstə çox məmnun qaldı. Yəni belə nəticələri görəndə bəli, biz də görürük ki, yəni bu dünyada o sübuta dayanıqlı müalicə üsullarını biz də niyə ölkəmizdə tətbiq etmirik və nəticələr də yaxşıdır.